Əgər insanların duyğularını xitab edib bilmiriksə, bizdən nə satış meneceri, nə satış rəhbəri ya da hər hansı bir biznesin rəhbəri ola bilməz. O qədər danışılanlarla yaşananlar bir-birini tamamlamayıb ki, artıq insanlara xoş sözlər artıq boş gəlir. 100 dənə təqdimat hazırla, artıq onun heç bir keçərli yeri qalmır. Nöqtə atışlarla nə etməlisən? Lokal cümlələrlə adama uyğun mövzulara girməlisən. Ardınca satış öz başına gəlir. Bir cümlə bütün ən saatlarla hazırlanmış təqdimatlardan bəzən üstün olur. Adamı ələ yerdən vurursan ki, %100 sən qalib gəlirsən ona. %100 ha. Heç vaxt cəhd eləməkdən çəkinmir. Heç vaxt uğur orada gizlənir. Uğur cəhdlərdə gizlənir. Uğurlu insan şəxsi həyatına, iş həyatını paralel şəkildə inkişaf etdirə bilərdir. Və bunlar da balanslı olmalıdır təbii ki. Hədəflə, planlarla yaşamağa biraz vərdiş eləməlisiniz. Plan olmayanda bəzən disiplin pozulur. Artıq bu gün satış biznes mən işi deyil, biz işi. Şirkəti təmsil eləmirsən, özünü təmsil edirsən müştərilər yanında. Bu olmur. İstəyir satış, istəyir biznes bacarıqlarından ən vacib tərəflərindən biri komandaçılıq ruhunu tətbiq eləməkdir.